Müğənni Ülviyə Namazova növbəti qalmaqallı açıqlaması ilə yenidən gündəmə gəlib. Demokrat Azxəbər.com-a istinadən xəbər verir ki, sənətçi tarixin bir günü verilişinin qonağı olarkən bir vaxtlar cəmiyyət arasında ciddi müzakirələrə səbəb olan Evli bir insan sevirəm adlı mahnısı ilə bağlı fikirlərini bölüşüb. Ülviyə Namazova qeyd edib ki, sözü gedən mahnı yayımlandığı ilk gündən böyük maraq doğurub və bu günə qədər də dinləyicilər tərəfindən sevilir. Onun sözlərinə görə mahnının bu qədər rezonans yaratmasının əsas səbəbi cəmiyyətdə mövcud olan, lakin açıq şəkildə dilə gətirilməyən reallıqları əks etdirməsidir. Müğənni çıxışı zamanı kifayət qədər cəsarətli fikirlər səsləndirərək bildirib ki, bu kimi münasibətlər təkcə şou biznes nümayəndələri arasında deyil, digər peşə sahibləri arasında da mövcuddur. O, xüsusilə vurğulayıb ki, xanəndələr arasında da evli kişilərlə münasibətdə olan qadınlar var. Mənim o mahnım çox sevilib, hələ də sevilir. Çünki real həyatdan bəhs edir. Xanəndələr arasında da evli insanlarla yaşayanlar var. Bu təkcə sənət adamlarına aid deyil. İstər xanəndə olsun, istər həkim, istər müəllimə. Bu vəziyyətdə olan insanlar kifayət qədər çoxdur. Bunu siz də yaxşı bilirsiniz. Biz də bilirik, deyə Ülviyə Namazova bildirib. Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə və ictimai müzakirələrdə yenidən geniş rezonans doğurub. Bir qism onun səmimiliyini və açıq danışmasını təqdir etsə də, bəziləri bu fikirləri cəmiyyətdə yanlış nümunə yaratdığını iddia edərək tənqid edib. Qeyd edək ki, Ülviyə Namazova daha əvvəl də sərt və açıq fikirləri ilə tez-tez gündəmə gələn sənətçilərdən biridir.